Herkese salam. Mən Şükürlü Leyla. Kanalıma xoş gəlmisiniz. Dostlar, bugün sizlərlə çoxdan da istədiyim bir video çəkmək istirdim. Yəni ki, sizlə söhbət eləmək. Ümumiyyətlə mən söhbət eləməyə, dialoqda olmağı çox sevirəm ki, bu sizsinizsə 2 qat daha çox sevirəm. Əslində bu video daha əvvəl çəkmək istirdim. Yəni ümumiyyətlə danışmaq istəyirəm də, yəni sizlə belə deyim. Neçə gündür biraz özümü yaxşı hiss etmirdim. Amma bugün özümü çox yaxşı və pozitiv hiss edirəm. İstədim ki, bu pozitiv enerjimi sizə də ötürüm və birlikdə pozitivlənək. Neysə. Bilmirəm dostlar, bəzən çox düşünürəm bəzi şeyləri. Və hər problemi, hər kiçik problemi çox böyüdürəm. Bilmirəm niyə belədir. Sizdə də belədir ya? Yox, bilmirəm. Amma mən sanki həyatımda o problemdən başqa bir problem yoxmuş kimi sadəcə ona fokuslanıram və çox düşünürəm. Bəzən bir şey haqqında da çox düşünmürəm. Bəzən hər şey haqqında çox düşünürəm. Çox yəni overthinkləyirəm. Ümumiyyətlə bilmirəm niyə belədir, amma çox düşünmək bilirəm ki, zərərdir. Məncə olmaz. Çox düşünmək yaxşı bir şey deyil. Çünki çox düşünürsünüz və daha depressiv olursunuz. Hərəkətə keçmək düşünməkdən daha yaxşıdır. Hansı ki, burada Dostoyevski və Kafkanın sözü yadıma düşür. Dostoyevski deyir, çox düşünürsən, çünki yaxşı olmaqdan qorxursan. Kafka isə deyir, çox düşünürsən, çünki səhv olmaqdan qorxursan. Mən bilmirəm, məncə Kafkanın dediyi mənə uyğundur. Çox düşünürəm, səhv olmaqdan qorxuram. Düşünmək bəzən yaxşı bir şey deyil, amma bəzən bəzi insanlar bizim qəlbimizə toxuna bilirlər. Necə ki, bəzən başqa insanlar öz həyatlarına yox, bizim həyatlarımıza daxil olurlar və fikir bildirirlər. Hansı ki, bu fikir qəlb qırıcı da ola bilər. Bizim həyatımıza, seçimlərimizə müdaxilə edirlər. Yəni bu insan bizim sevdiklərimiz də ola bilər, dostlarımız da ola bilər, ailəmiz də ola bilər. Yəni dostlar, onu demək istəyirəm ki, məncə heç kimi həyatınızda sizin seçimlərinizə, sizin həyatınıza müdaxilə etməsinə imkan verməyin. Bəzən olur, məndə də olur çox vaxtım. Bəzi insanlar mənim həyatıma müdaxilə edir və seçimlərimə hörmət etmirlər. Hansı ki, mənim fikrimi soruşmadan mənim gələcəyim üçün fikir bildirirlər. Belə elə, elə elə, belə eləməlisən, elə olmalıdır. What? Mənim həyatımdır. Sən öz həyatını yaşa. O öz evinin pəncərəsindən mənə baxır, məni sorğuluyur, belə olmalısan deyir. Amma mən həyata öz pəncərəmdən baxıram. Ona görə hər kəs bir yerdə dayanmalıdır və düşünürəm ki, hər kəs hər kəsə müdaxilə edə bilməz. Kim olursa olsun. Kim olursa olsun. Belə bir şey deyim. Yəni ki, biz bu dünyaya tək gəlmişik, tək öləcəyik və icazə verin həyatımızdakı qərarların səhv və doğru olmasından asılı olmayaraq özümüz verək. Nə olsun? Biz bu addımı səhv atırıq və yaxud da doğru addım atırıq. Siz bizə fikir bildirə bilərsiniz. Yol göstərə bilərsiniz. Amma bizim həyatımıza müdaxilə edə bilməzsiniz. Bu bizim dostumuz da ola bilər, ailəmizdən biri də ola bilər, yaxın sevdiyimiz biri də ola bilər. Yəni imkan verməyin ki, kimsə sizin həyatınıza müdaxilə etsin. Bunun qətiyyən tərəfdarı deyiləm. Yəni mən hər zaman uşaqlıqdan bəri həmişə öz bildiyimi eləmişəm. Həmişə öz sözümü keçirmişəm. Çünki
Özümü bilmişəm, öz haqlarımı bilmişəm. Kim olursa olsun, bu mənim müəllimimə qarşı da olub, valideynimə qarşı da olub, dostuma qarşı da olub, yaxın bir insana da qarşı da olubdu. Yəni ki, mənə hörmət etməyi bacarmalıdırlar. Bir insan sizə yaxınlıq edirsə, sizlə dost olursa, mən dost mövzusuna girişirəm, ailə və yaxud yaxından demirəm. Yəni ki, bir insan sizlə dost olursa, yaxın olursa, o sizin sınırlarınızı da bilməlidir. Hər kəsi də yaxşı bilib ətrafınızda saxlamayın dostlar. Çünki hər gördüyünüz insan çox yaxşı bir insan deyil və hər yaxşı insan da sizin dostunuz ola bilməz. Dost olmaq və sizi sevən, dəstəkləyən insanlar çox başqadır və onlar həyatımızda fərqli yerdədirlər. Necə deyə bilərəm ki, yəni onu deyə bilərəm ki, yəni Kafkanın bir sözü var, deyir, yaxşı pisi görə bilmir, amma pis yaxşını görə bilir. Yəni təəssüf ki, yaxşı insanlar pis insanları görə bilmir. Ona görə biz hər kəsdən dost ola bilmərik, hər kəsdən sirrimizi bölüşə bilmərik, hər kəsə həyatımızı danışa bilmərik və onların sözlərinə etibar edə bilmərik. Ona görə də o insanı analiz etməliyik, hər tərəfli tanımalıyıq və bizə uyğun olduğu təqdirdə biz onunla dostluq etməli və ya da çox yaxın münasibət qura bilərik. Belə deyə bilərəm. Ümumiyyətlə mənim üçün dost kəlməsi mənim üçün çox fərqli mənadadır. Çünki yəni əsl dostluğu yaşamış biri olaraq deyə bilərəm ki, dostluq çox fərqli bir şeydir. O məsələn necə izah edə bilərəm? Dostun sənin üçün ən yaxşısını diləyir. Bəzən sənin düşünmədiyin şeyləri belə düşünür və ən gözəl şəkildə dua edən, sənin yanında olan, pis günündə də ola bilər. Dostlar, bilirsiniz nə var? Pis günündə bəzən hər kəs yanında olur. İstisna hallar təbii ki, ola bilər. Amma hər kəs sənin yanında ola bilər. Əsas məsələ, yaxşı günündə də sənin dostun sənin yanındadır. Yəni mənim dost dediyim insanlar mənim həm yaxşı, həm pis günümdə yanımdadırlar. Yəni bu cəhətdən çox şanslıyam. Siz də belə dostlar seçin. Yəni sizin dəyərinizi bilən, sizə hörmət edən, hər zaman kömək edən, motivasiya verən, sizə düzgün yol göstərən və hər zaman sizə vaxt ayıran bir insan. Bəzən səbəbsiz yer. Buradan mənim ən yaxın dostuma, rəfiqəm, Nilufərə salam göndərirəm. Onu çox sevirəm. Yəni onu demək istəyirəm ki, həyatımıza girən insanlara diqqət eləməliyik. Çünki onlar bir nöqtədə bizim həyatımıza toxunurlar. Yəni nə olursa olsun toxunurlar da. Yəni müsbət mənada ola bilər, mənfi mənada ola bilər. Bizə dərs ola biləcək insanlar belə həyatımıza girə bilir. Yəni istəmərik təbii ki, bizə dərs olsun, ondan bir şey götürmək, çox pis olaq da. Pis olmaq istəmərəm. Ona görə mən həyatıma girən insanlara çox diqqət edirəm. Çünki hər insanla dostluq qurmuram. Ətrafımda çox insan var. Mən onu qətiyyən tanımıram. Ətrafım çox ola bilər. Bu çox normaldır. Amma ətrafımda olan hər kəs mənim dostum deyil. Yəni dostlar, bəzən həyatınıza girənə də diqqət eləməlisiniz. Çünki dostlarınızı siz seçirsiniz. Məsələn, ola bilər həyat yoldaşınızı da siz seçirsiniz. Amma ailənizi siz seçmirsiniz. Ona görə bir tək ailədə problem olanda, ailə sizi başa düşməyəndə, sizin fikirlərinizi anlamayanda onda biraz pis olursunuz. Amma bəzən də ailə ilə bağlı olan digər yaxınlar, hansı ki onlar da necə deyim, sizi anlamırlar
sizə hörmət etmirlər. Sadəcə sizin valideynlərinizə görə sizə hörmət edib müəyyən qədər. Nəyəsə görə, yəni sizə yaxın dururlar, sizi istəyirlər və elə bilirlər ki, sizin həyatınızı yönləndirə bilərlər. Təbii ki, bu mümkün deyil, çünki yəni heç kimin qulu və yaxud da ki, oynada biləcəyi bir kukla deyil. Həyatda olan bir şeylərdir və sizdə belə bir şey olduqda, yəni öz reaksiyanızı qoyun deyə danışıram. Yəni xüsusi böyük bir şey olmayıbdı mənim həyatımda. Dediyim kimi ailədə bəzən olur. Mən ümumiyyətlə deyərdim ki, ən çətin məsələlərdən biridir bu. Amma ailəsi tərəfindən anlaşılan və dəstəklənən çox az insan olur. Mən bəzi mövzularda ailəm tərəfindən çox dəstək görmüşəm. Yarğılanmamışam, belə deyim. Arxamda hər zaman dağ kimi durublar. Bəzi mövzularda isə mənim qərarlarıma qarşı hörmətsizlik deməyim də, qərarlarıma qarşı çıxdıqları mövzular olubdu. Bəzi mövzularda isə razı deyildilər. Sonra mən addım atdıqda, uğurlu olduqda və ya daha xoşbəxt hiss etdiyimi gördükləri anda yanımda olurlar və bu cəhətdən şanslıyam. Çünki gec-tez məni anlayırlar. İstəyirsiniz ki, sizi anlayan insanlar ən çox sizin sevdiyiniz insanlar olsun. Amma bəzən bu olmur. Çünki hər kəsin dediyim kimi fərqli baxış bucağı var və o formada aydın olmur, ona görə izah eləmək lazımdır. Amma bəzən heç gözləmədiyiniz anda elə şəxslər olur ki, sizi anlayır. Yəni elə insanlar da olur təbii ki. Və heç gözləmədiyiniz, bəzən çox da yaxınlıq qurmadığınız insanlar olur, hansı ki, yəni çox şey bilmir də sizin haqqınızda, illərlə vaxt keçirməmişsiniz, amma bir şey haqqında danışırsınız və anlayıram deyir. Və başa düşürsən, həqiqətən anlayır, sonra fikirlər bildirir və ünsiyyətdə olarkən də ondan anlaşıldığını anlayırsan. Və çox gözəl bir duyğudur. Çox yaxşı bir şeydir də, yəni. Belə Özdemir Asaf'ın şeiri var, deyir: seni bulmaktan önce aramak isterdim. Seni sevmekten önce anlamak isterdim. Seni bir yaşam boyu bitirmek değil de sana hep yeniden başlamak isterdim. Yəni bu şeirdə o söz var, deyir: səni sevməkdən öncə anlamaq istəyərdim. Yəni bəzən insanlar deyir ki, səni çox istəyirəm, yaxın bildiyimiz insanlar da, səni çox istəyirəm, sən mənim üçün çox dəyərlisən, sən mənim üçün çox əzizsən, eləsən, beləsən. Amma bəzən anlamırlar. Yəni başa düşürsən ki, bəzən sevmək anlamaq demək deyil. Dostum, sən, bunu sənə deyirəm. Anlaşılmırsansa tək deyilsən. Hər kəsdə olur. Danışırsan və anlaşılmağı gözləyirsənsə, yaxşı dostluqlar qur və səni anlayacaq insanlarla ünsiyyətdə ol. Çünki hər kəs səni anlamır, anlamaya bilər. Hər kəsin fərqli baxış bucağı var, hər kəs fərqli düşünür və hər kəs həyatı fərqli yaşayır. Əgər kimsə tərəfindən anlaşılmırsansa, deməli sənin o insanla artıq müəyyən qədər məsafə qoymağın vaxtıdır. Çünki hansı insanlarla yaxınlıq qurmalısan, dostluq qurmalısan, o insanlar sənə hörmət eləməlidir, səni anlamalıdır, sənə fayda qata biləcək məsləhətlər və hobilər edindirməlidir məncə və sənə müsbət mənada müsbət təsir etməlidir məncə. Belə deyə bilərəm, barmağım bunun yerini bunu sayım. Neyse.
Həyatımız çox sürətlə gedir. Buna görə mən demək istəyirəm ki, əziz dostlar, əziz insanlar, həyatda ən dəyərli şey zamandır və yaşamaqdır və yaşamaqdan zövq almaqdır. Siz yaşayırsınız, o yaşadığınız həyatdan zövq almırsınızsa, sevdiyiniz insanlarla vaxt keçirmirsinizsə, sevdiyiniz həyatı yaşamırsınızsa, həyat çox mənasızdır və o həyat sizin üçün mənasız olduğu üçün axıb getməsi də fərqli olmayacaq sizin üçün. Amma unutmayın ki, ömrümüz müəyyən limitdədir. Heç kimi sonsuz yaşamır və təəssüf ki, bizim illərdə artıq zaman çox tez irəliləyir və biz çalışmalıyıq ki, tez hərəkət eləyək. Həyatımızı sevdiyimiz insanlarla vaxt keçirdək. Bir gün belə zaman vaxt itirməyək. Bəzən risk üçün çalışırıq. Deyirik ki, bir iş edək, amma risk eləyək. Bir işi istəyirsiniz, risk eləmək istəyirsiniz, amma qorxursunuz. Qorxmayın. Sonu onsuz da bilmirsiniz. Yaxşı olacaq, pis olacaq. Ki siz bu həyatın sonunun yaxşı və pis olduğunu bilmədən yaşayırsınızsa, o riski də atın. Necə deyirlər, sonunu düşünən qəhrəman olamaz. Həyat nokta. Riskə gedəməyim, gedərəm. Amma baxır hansı riskə. Mən bir boğa bürcü olaraq addımlarımı sağlam atarım. Bürcümdən gəlir bu. Yəni demək istəyirəm ki, bir işimi qurmaq istəyirsiniz. Risk edin. Risk edin. Risk edin. Heç bir şey itirməzsiniz, amma qazanarsınız. Birinə səni sevirəmmi demək istəyirsiniz? Deyin. Uzaq başı yox cavabını alacaqsınız. Bir şey itirməzsiniz. Birinə üzürmü istəyirsiniz? Uzaq başı sizi bağışlamayacaq. Bir şey itirməzsiniz, amma qəbul etsə onun dostluğunu qazanacaqsınız və yaxud onun bağışlanmağını qazanacaqsınız. Nə olursa olsun, addım atın, irəliləyin. Çünki zaman gedir. Zamanı buraxmayın, səhəri gözləməyin, axşamı gözləməyin, bir saat sonra gözləməyin. İndi hərəkət eləyin. Bir iş mi düşünürsünüz? İndi planlayın. Sabaha düşünməyin, indi hərəkət eləyin. Çünki həyat çox tez gedir. Həyat çox sürətlə axır və İnanın ki, acımasızdır zaman. Heç nəyə acımır. İndi mənim bu dediklərim zamanını heç kim mənə qaytara bilməz. Heç. Zaman gedir. Zaman gedir və bunu siz fərqində deyilsiniz. Bunun fərqinə varmalısınız. Bugün mənim 21 yaşım var. Bir gün baxacağım bu YouTube kanalının video çəkəndə deyəcəm ki, bugün 25 yaşım var. Bir gün 30 yaşım var. Yəni zamanın getməyini mən sizə necə inandırım, necə deyim, bilmirəm. Həqiqətən zaman gedir. Zamanın dəyərini bilin. Zaman çox dəyərlidir. Sevdiklərinizlə vaxt keçirdin. Sevdiyiniz insanları düzgün insanlar seçin ki, zamanınızı düzgün insanlarla xərcləyəsiniz. Sevginizi də, mərhəmətinizi də o insanlara verin. Sevginizi, mərhəmətinizi layiq olmayan insanlarla vaxt keçirdib, zamanınızı da, həyatınızı da korlanmayın və itirməyin. Dəyərli izləyicim, sənə bunu çatdırmaq istəyirəm ki, bir gün arxaya baxanda demək ki, çaş daha çox şey edərdim. Çaş daha çox gülərdim, daha çox gəzərdim, daha çox oxuyardım, daha çox sevərdim. Yəni, çaş sözü bilirsiniz ki, heç nəylə geri qaytarıla bilməyəcək sözlərə deyilir. Ona görə daha çox gülün, daha çox əylənin, daha çox gəzin, qaçın, kim nə deyirsə desin. Kim nə deyirsə desin həyatda. Ən çox özünüz olun, özünüz. Siz nə istəyirsinizsə onu yaşayın. İnsanların fikrinə qətiyyən fikir verməyin. Nə olursa olsun, bu həyatı yaşayan sizsiniz. Bu dünyaya siz tək gəlmisiniz, tək də öləcəksiniz. Necə istəyirsiniz, necə yaşamaq istəyirsiniz, hansı xəyallarınız var, onları reallaşdırın. Kim nə deyirsə desin, heç birinə fikir verməyin. Ən çox özünüzü, özünü qoru. Çünki ən çox buna layiq olan sənsən. Ümid edirəm ki, bu video sənə nəyisə qatar və müsbət təsir eləyər. Əziz dostlar, videomu izlədiyiniz üçün
Təşəkkür edirəm. Daha çox belə videolar istəyirsiniz, yorumda yazmağı bildirərsiniz. Sizi sevirəm. Özünüzə çox yaxşı baxın. Zamanınızın dəyərini bilin.